Değerli gençler, güzel insanlar, əziz Allah'ın xeyri, bereketi, salamı, afiyeti sizin ve ailenizin üzerine olsun. Allah size yeni güzel xeyir kapıları, ruzi kapıları, bereket kapıları açsın. Güzel gençler, benim işim, məqsədim sizə yardım etmək, destek olmaktır. Yolu siz gideceksiniz, hedefi siz gerçekleştireceksiniz. Bizim işimiz sadece size yardım etmektir. Değerli gençler, yiğit gençler, ağıllı gençler, Azərbaycanın gələcəyi sizinlə bağlıdır. Bu bir həqiqətdir. Mən də bunu təkrar edirəm. Altından xətt çəkirəm. Bugün mən sizə dəyişim qanununun 6 şərtini, bütün şərtlərini deyil, 6 şərtini açıqlamağa planlaşdırmışam. Gözəl insanlar. Dəyişim bilirsiniz ki, Allahın qanunudur. Əziz Allahın yaratdığı bütün varlıqlar hər zaman, hər an, hər saniyə dəyişir. Dəyişməyən, sabit olan tək bir varlıq var, o da əziz Allahdır. Değişmeyen, yeniliği görmeyen, yeniliğe uygunlaşmayan, özünü yeniliğin şərtlərinə görə yenidən formatlamayan, dünyada gedən işləri, prosesləri, təhsillə, elmlə bağlı olan dəyişimləri izləməyən, onu həyatına tətbiq etməyən geri qalacaq. Dəyişməyən öləcək. Öləcək, yəni dəyərləndiriləcək, lazımsız olacaq. Bu millətlər üçün də belədir, dövlətlər üçün də belədir, cəmiyyətlər üçün də belədir, insanlar üçün də belədir, dəyərli gençlər. Dəyişim qanunun birinci şərti fərq etməkdir. Fərq etmək nə deməkdir? Yəni yanlış bir şey var, yanlış bir yoldayıq, bizə lazım olmayan, getdiyimiz yol, gördüyümüz işlər yanlışdır. Öncə bunu fərq edəcəyik. Fərq etmək oyanmaq deməkdir, ayılmaq deməkdir. Bunun da əsası nədir? Anlamaqla bağlıdır. Yəni ağlının, Allahın verdiyi ağıl neymətinin haqqını verən, Allahın verdiği ağıl nimetinin şartlarını yerine getiren adam ayılar, oyanar, fərq eder ve anlayar ki getdiyi yol değil. Biz, burada təkrar edirəm, bununla bağlı ayrıca video çəkməyi də planlaşdırıram. Biz, gözəl insanlar, gözəl gençler, biz gecikmiş millətik. Təkrar edirəm, altından xətt çəkirəm. Biz, yəni Azərbaycan xalqı gecikmiş millətik. Eğer kısa zamanda o fərqi, o geciktiğimizi fərq etməliyik. Birinci şərt nədir? Dəyişimin fərq etmək. Yanlışı, doğru olmayanı, bizi geri salanı, bizi həlaka götürən şeyləri fərq edəcəyik. Bunun da şərti nədir? Ağıllı olmaq. Allahın verdiği ağıl nimetin haqqını vermək. Oyanmaq, ayılmaq, eyni zamanda vicdanlı olmaqdır. Bakın, vicdanlı insanlar daha tez ayılırlar. Səhvlərini daha tez görürlər. Xətalarını daha tez görürlər. Geridə qaldıqlarını, dünyadan nə qədər geridə qaldıqlarını daha çox fərq edirlər. Yəni birinci şərt fərq edəcəyik. Bunun şərti ağıldır, ağılın haqqını vermək, elmə, təhsilə yönəlmək, oyanmaq, ayılmaqdır. Gözəl insanlar. İkinci, baxın, gözəl gençlər, bildiyimiz deyil, bunun altından xətt çəkirəm. Etdiyimiz bizi dəyişdirir. Tələbə olmaq gözəl şeydir. Zengin olmak güzel şeydi. İnkişaf etmek güzel şeydi. Kitap okumak güzel şeydi. Sigaret çekmek zərərlidir. İçkiye kuşanmak zərərlidir. Bunu herkes bilir de. Ancak sizce bu bilgi bizi değiştirir mi? Değiştirmez. Bilgi değil. Elbette bileceğiz. Etmek değiştirir. Harekete geçen kimi o hedefiniz, işinizle bağlı harekete geçirsiniz. Bir işin qulpundan yapışırsınız. Bir işi etmeye başlayırsa değişmeye başlayırsınız. Tekrar edirəm, altından xətt çəkirəm. Bilmək deyil, etmək dəyişdirir insanı. 3. Ölçmək dəyişdirir insanı. Ölçmək insanı dəyişdirir. Ölçmək nə deməkdir? Əgər halınızı bilmək istəyirsinizsə, məsələn, telefona münasibətinizi bilmək istəyirsinizsə, telefona başlayanda bir vərəqə başladığınız saatı yazın, bir də telefondan çıxanda bitdiyini saatı yazın. Baxın, siz ölçürsünüz. Pulunuzu nəyə xərclədiyini, doğru mu xərcləyirsiniz, yanlış mı xərcləyirsiniz, onu bir madde yazın. Onu görün, yani ölçün. Ömrünüzü nəyə sərf edirsiniz? Bir gününüzü ölçün. Bir gününüzün qrafikini tutun. Bir gün Allah mənə 24 saat vaxt verdi. Bu 24 saatı mən saniyə, dəqiqə, saat nəyə xərclədim? Lütfen bunu ölçün. Ölçdüyünüz ses sizi dəyişər. Ya da istiyorsunuz ki necə danışırsınız, necə görünürsünüz. Lütfen bir video çekin. O videoda özünüze bakın, danışığınıza bakın, el hareketlerinize bakın, mimiklerinize bakın, sözü doğru mu seçtiniz, yanlış mı seçtiniz. Bak bu ölçmektir.
Bax, o videonu o cür baxsanız, özünüzü videoda izləsəniz, o özünüzü ölçsəniz dəyişəcəksiniz. Yəni görəcəksiniz ki, bu sözü doğru deməmişəm. Bu hərəkətim yanlışdır. Biraz tələsik danışıram. Hərəkətlərim çoxdur. Bu sözü gərək elə deməyəydim, belədir. Bax, bu öz üzərində işləməkdir. Yəni özünüzü ölçürsünüz. Özünü ölçən dəyişər. Lütfən dediklərimi, demədiklərim də çoxdur. Bax, örnək verdim ki, aydın olsun. Özünü ölçən dəyişər. Yanlışlarını görər, fərq edər. Dördüncü, öz dəyişməyin dördüncü şərti hədəfdir. Hədəfi olan dəyişər. Ben hər zaman belə deyirəm. Hədəf imkanınıza uyğun olmalıdır. Dünyanın en büyük hədəfini götürə bilərsiniz. Amma dünyanın en büyük hədəfi sizə uyğun deyilsə, sizin fitrətinizə uyğun deyilsə, sizin o hədəfi gerçəkləşdirmə imkanı yoxdursa, sizə uyğun deyil o hədəf, sizin ona gücünüz çatmaz, belə bir nəhəng hədəf götürmüsünüzsə, o sizi ancaq ümidsizliyə sürükləyər. Ona görə fitrətinizə uyğun, özünüzə uyğun, Allahın sizə verdiyi qabiliyyətlərə uyğun kiçik hədəflər götürün. Baxın, hədəf dəyişdirər. Mən belə önəmli bir manşet cümlə söyləyirəm. Hədəfin gücü, hədəfin dəyişdirmə gücü, iradənin dəyişdirmə gücündən çoxdur. Hədəfin dəyişdirmə gücü, hədəf insanı çox dəyişdirər. Hədəfi olan insan tez dəyişər, sürətlə dəyişər, can atar, hədəfini gerçəkləşdirmək üçün əmək qoyar, əmək zaman qaynaq ayırar. Ona görə deyirəm ki, hədəfin gücü dəyişdirmə gücü, iradənin dəyişdirmə gücündən daha çoxdur. İndi 5-ci maddəmizə keçirəm. 5-ci maddə cəsarətdir, gözəl insanlar. Cəsarət olan dəyişim cəsarət istəyir. Zehniyyət dəyişimi inqilabla olmur. Baxın, siyasi dəyişikliklər bir gündə, bir ayda da ola bilər. İnqilabla olar. Amma mədəni dəyişiklik, zehniyyət dəyişikliyi mərhələ-mərhələ olur, təkamüllə olur, yavaş-yavaş olur, damla-damla olur. Ardıcıl əmək istəyir və cəsarət istəyir. Cəsarətlə ağlı birləşdirməsəniz dəyişim gerçəkləşdirməz. Cəsarət nədir? Hədəfini gerçəkləşdirmək. Fərq etmək, mən yanlış yoldayam demək, ayılmaq cəsarətdir. Dar və zor anda ən doğru qərarı qəbul etmək cəsarətdir. Ağıl və cəsarəti birləşdirməyən heç bir insan böyüməz, inkişaf etməz, nəhəng işlər görə bilməz, özünü də tanımaz və özünü gerçəkləşdirə bilməz. Hüzur nədir? Hüzur Allahın sənə verdiyi imkanları gerçəkləşdirməkdir. Cəsarət maddəsində bu şəkildə özətləmiş oldum və nəhayət 6-cı dəyişimə şərtini, dəyişimi gerçəkləşdirməyə sizə kömək edən 6-cı şərtimiz sağlam əlaqələrdir. Baxın, sağlam əlaqələr. Birinci, özünüzdən sağlam əlaqə quracaqsınız. Özünüzlə sağlam əlaqə qurmaq nə deməkdir? Özünü tanıyacaqsan. İnsan öncə özünü sağlam tanımalıdır, doğru tanımalıdır, misyasını bilməlidir, fitrətini bilməlidir, Allahın onu nə üçün yaratdığını bilməlidir. Bax, özünlə sağlam əlaqə qur. Sonra baxın, Allahla sağlam əlaqə qur. Allahla sağlam əlaqə qursan dəyişəcəksən. Allahla sağlam əlaqə qurmağın yolu tövhid inancıdır. La ilahə illallahdır. İnsanlarla sağlam əlaqə qur. Sağlam əlaqə qurduğun çevrən olsun. Yəni səni elmə, təhsilə, gözəlliyə, xeyrə, bərəkətə, cəsarətə ruhlandıran bir çevrən olması lazım. Bir mühit olması lazımdır. Sağlam dostluq qurmağın, sağlam çevrə qurmağın yolu da gözəl insanlar, ədalətdir. Öz dəyərini bilən sağlam əlaqə qurar. Gedib pisliyin içine batmaz. İçkinin, qumarın, zinanın, yanlışlığın, insanların əxlaqını pozan bu şeylərin içərisində girməz. Sağlam əlaqələr insanın dəyişməsinə. Məsələn, düşünün ki, dostlarınız hamısı elmlə, təhsillə, ağılla, iradə ilə, böyüklərə hörmətlə, oxumaqla əlaqəli insanlardır, cəsur insanlardır. Sənə kömək edirlər, sənə yol göstərirlər. Bu zaman dəyişmək daha asan olur. Hər zaman dediyim cümləni təkrar edirəm. Çevrənin, ətraf mühitin, sağlam sosial əlaqələrin dəyişdirmə gücü, iradənin dəyişdirmə gücündən daha çoxdur. Dəyərli gənclər, gözəl insanlar, dəyişimin nə qədər xeyirli, faydalı, zəruri olduğunu açıqlamaq üçün sizə 6 maddə söylədim. Toparlayıram belə. Birinci dedim ki, dəyişmək Allahın qanunudur. Dəyişməyən öləcək, sıradan çıxacaq, yox olacaq, dəyərini itirəcək. Dəyişməyin birinci şərti fərq etmək, anlamaq, ağlın haqqını verməkdir. İkincisi, bilmək deyil, etməkdir. Bilmək dəyişdirməz, etməkdir. Üçüncüsü, ölçməkdir. Özünüzü ölçün, şərtlərini, yollarını göstərdim, nümunələr verdim. 4, hədəfdir. Hədəfin gücü iradənin gücündən çoxdur dedim. Sonra 5, cəsarətdir. Cəsarət olan dəyişər.
altı sağlam əlaqələrdir. Değişen, inkişaf eder, büyüyer, Allah'ın onun üzerine koyduğu ilahi misyanı yerine getirir. Huzur buradadır, xeyir buradadır. Güzel gençler, değerli gençler, beni dinlediğinize göre size teşekkür ederim. Sağ olun, var olun. Əziz Allah'ın sonsuz, sınırsız, değişim kanunu koyan əziz Allah'ın sonsuz, sınırsız merhametine emanet olun. Güzel insanlar.